Nə geyinəsən? Dizindən aşağı don geyin. Eşidirsən? Hə. Dizindən aşağı don qıpqırmızı olsun ha. Dodağını belə qıpqırmızı. Xoşlayıram. Saçını belə yığarsan, belə. Burada 2 dənə buynuz tökərsən. Hə, ortalıqda karsekdən sıx ki, nəzik olsun. Qəşəng görsən də. Belə mən də duracam, girəsən qoluma, girəcəyik restorana. Zaten mən gördüğümdə o gün mənim xarım yox. Hə. Qəşəng geyin ha. Başqa. Zirvgünə quzu kəsin. Niyə? Bihterdə Aşk-ı Memnu'da qız restoranda qıpqırmızı geyinib hələ dur tango dans oynamadılar. Uzun giyinmişdi. Qıpqırmızı. Mən də qapqara giyinəcəm. Sən nə geyinəcəksən baboş? Mən? Dərs ispartimlə. Ama qara rəngdə Hə, geyinirsən. yaxşı. Ən sevdiyim deyə qara rəng. Cins geyinəmirəm. O aşağı tərəf var ya, 2 ayağın arası, oranı sürtür. Amma ispartimlə də rahat olam. Kök olduğuma görə oranı bitişib. Ona görə geyinəndə sürtür. Ona görə şey geyinəcəm. Dərs ispartimlə elinə. Rüyayım kimi bitsin. Pişməz olmam. Spartisində var. Qızım, deyirəm mən hər iş gəlir. Qarpız xoşlayırsan? Hə. Gələndə onu gətirim Bərdədən. Bakıda. Bakıdakını aynı ilə, az da sana Bərdədə 2 qədər ola bilməz. Bagajın dalına qoyub gətirəcəm. Gətirirəm, gətir. Bir dənə indişka gətirərəm. Mamam pişirər, yeyər, görək nətər. Mən də gələcəm evə də qaynanamdır, görün nətər yemək. Yox, amma sən pişir, gör nətər pişirsən. Yaxşı. Gələndə kimdən gələcəksən Bakıya? Gələndə Eldənizlə, dostumla gələcəm. Amma sən içində boyuna görə normal səni çəkin. Yəni kök deyilsən. Yox, az bilirəm.